Salam, əziz uşaqlar. Nağıllarımıza davam edirik. Bu gün sizə Paxıl qonşunun nağılını danışacağam. Biri var idi, biri yox idi. Qədim zamanlarda uzaq kəndlərin birində balaca bir komada bir bacı, bir qardaş yaşayırdı. Qardaşın adı Sərdar, bacının adı isə Sənəm idi. Uşaqlar evdə başqa heç kəsləri olmadıqlarına görə uşaqlar bir-biri ilə çox mehriban, bir-birinə çox isinişmişdilər. Bir-biri ilə çox mehriban idilər. Çox da əməksevər, zəhmətkeş uşaqlar idilər. Sərdar hər gün səhər çörəyini yeyəndən sonra evdən çıxır, qonşulara kömək eləyir, çöl işlərində işləyir, axşam evə qayıdırdı. Bacısı isə qardaşının gətirdiyi yeməkdən, ruzudan tez yemək hazırlayırdı. Bacı-qardaş bir yerdə yeyirdilər, içirdilər. Bacısı bütün günü qardaşının qulluğunda dururdu, evi yığışdırırdı. Başqa heç kimsələri yox idi. Buna baxmayaraq, uşaqlar çox mehriban, çox gülər üz uşaqlar idilər. Bir-biri ilə zarafat eləyirdilər, deyirdilər, gülürdülər, danışırdılar. Bunların qonşuluğunda böyük bir evdə başqa uşaqlar yaşayırdı. Bu qonşunun da uşağı bir qız, bir oğlan idi. Ancaq onların evləri çox böyük idi. Çünki atasının bir dükanı var idi və yeməkləri, geyimləri çox yaxşı idi. Amma bu uşaqlar bir-biri ilə heç yaxşı yola getmirdilər. Bir-birinin sözünə baxmırdılar. Qardaşı bacısını çox incidirdi. Bacısı qardaşının sözünə baxmırdı. Anası bütün günü əsəbləşib deyirdi ki, baxın onlara, onların heç kimsəsi yoxdur. Onlar çox kasıbdılar. Ancaq görün, onlar Sərdarla Sənəm nə yaxşı mehriban uşaqlardılar. Halbuki nə yeməkləri yoxdur, nə əyinləri, başları hamısı köhnədir. Ondan belə görürsünüz necə mehribandılar. Nəysə, bunlar bir yerdə qonşuluqda yaşayırdılar. Günlər də belə keçirdi. Artıq qış gəlmişdi. Sərdar bir gün səhər bacısına deyir ki, Sənəm, bacı, indi çöldə də iş yoxdur. Bir yerdən pul qazanmaq mümkün deyil. Mən belə qərara gəlmişəm ki, şəhərə gedim. Bir müddət bir iş tapım, əlimə biraz pul toplayım. Ya gəlib səni də özümlə apararam. Ya da ki, əgər pulum çoxalar, elə gəlib burada bir iş düzəldərəm, bu evimizdə yaşayarıq. Ya da dediyim kimi şəhərə gedərik. Sənəm də razı olur. Çünki həqiqətən də son günlər vəziyyətləri çox ağır idi. Qardaşına yola salır, yemək verir, içmək verir. Bacı-qardaş bir-biri ilə halallaşırlar. Sərdar yola düşür. Bir qədər gedir, bütün günü gedir. Axşama yaxın böyük bir şəhərə çatır. Görür ki, şəhərin cəmaatı hamısı bir istiqamətə gedirlər, tez-tez gedirlər, tələsirlər. O Sərdar yanındakı adamdan soruşur ki, nə olub, hara gedirsiniz? Öyrənir ki, bəs bu şəhərin hökmdarı çox qoca bir şahdır. Ancaq çox yaxşı şahdır. Xalqı onu çox sevir. Ancaq onun övladı yoxdur. Şah bu qərara gəlib ki, bu günləri dövlət quşunu uçurdacaqlar və bu quş kimin çiyninə qonsa, şah onu bir ay öz yanında, sarayında saxlayacaq, onu sınaqlardan keçirdəcək, onu yoxlayacaq. Əgər xoşuna gəlsə, həmin adamı özünə vəliəhd, yəni oğulluğa götürəcək, öz yerinə onu şah elan eləyəcək, öz yerinə qoyacaq. Ona görə də hamı şəhər meydanına tələsir.
Sərdar da qoşulur bu adamlara, gedir. Gedir və böyük bir meydana çatır. Bu böyük meydanın bir küncündə dayanıb tamaşa eləyir. Görsün ki, bu nə deməkdir? Dövlət quşunu necə uçurdurlar? Bəli, şeypurlar çalınır, şahın adamları gəlir və bir göyərçini uçurdurlar. Göyərçin havada dövrə vurur, dövrə vurur, dövrə vurur, uçub gəlib düz qonur Sərdarın çiyninə. Hamı baxır ki, bu kimdir? Bu cavan oğlan hardan gəldi? Kimdir? Nəçidir? Heç kəs axı bunu tanımır. Deyirlər ki, yox, təzədən uçurduruq. Təzədən göyərçini yenə də atırlar havaya, göyərçin yenə uçur, dövrə vurur havada, yenə gəlir Sərdarın çiyninə qonur. Üçüncü dəfə də bunu eləyirlər, yenə Sərdarın çiyninə qonanda şah da demə sarayın eyvanından durub baxırmış. Oradan əmr eləyir ki, kimin çiyninə qoyub həmin cavan oğlanı gətirin yanıma. Bəli, Sərdarı gəlib aparırlar şahın yanına. Sərdar saraya girir, hörmətlə şaha baş əyir. Şah deyir, oğul, kimsən, nəçisən? Sərdar da bütün əhvalatı danışır. Deyir ki, şərtimiz şərtdir, sən bir ay mənim yanımda qalacaqsan, mən səni sınaqlardan keçirdəcəyəm, yoxlayacağam. Əgər xoşuma gəlsən, səni özümə oğulluğa götürəcəyəm, sən mənim əvəzimə şah olacaqsan, indi də ölkənin şəhzadəsi olacaqsan. Sərdar əvvəlcə qulaqlarına inanmır. Ancaq ki, hər şeyi gör. Bu şahın sarayındadır, şahın huzurundadır. Bu sözləri deyən də ölkənin başçısı, hökümdardır. Deyir, baş üstə. Bir ayın tamam olur, şah Sərdarı yanına çağırır, deyir ki, ancaq unutdum uşaqlar. Sərdar da deyir ki, böyük hökümdar, mənim də bir şərtim var. Şah deyir, buyur. Deyir ki, mənim Sənəm adında bir bacım var. Allahın altında Sənəmdən başqa mənim heç kimim yoxdur. Tək bircə bacım var. O, filankətdə yaşayır. Əgər sən məni oğulluğa qəbul eləsən, gərək mənim bacımı da qız kimi qəbul eləyəsən. Qızın kimi onu da qəbul eləyəsən. Şah deyir, ona hələ baxarıq. Qoy bir ay keçsin, baxaq. Bəli, bir ay keçir, nağılların dili yüyrək olar, bir ay tamam olur, şah Sərdarı çağırır, şahın xanımı da, Şahbanu da oturub yanında, deyir ki, mən səni çox yoxladım Sərdar, uzaqdan, yaxından sənə baxdım, göz qoydum və səni çox bəyəndim. Çox bəyəndim. Mən də, bu Şahbanu da səni özümüzə oğulluğa götürmək istəyirik. Nə deyirsən? Sərdar hörmətlə şaha da, Şahbanuya da baş əyir və deyir ki, mən heç nə də demirəm, ancaq mənim şərtimi yəqin ki, unutmamışsınız, qiblə-i aləm. Mən hardayamsa, mənim bacım Sənəm də mənim yanımda olmalıdır. Şah deyir ki, yox, unutmamışam, sənin şərtini bilirəm. Sənin kimi qardaşın, bacısı da sənə layiq olar. Əmr eləyin, getsinlər, Sənəmi gətirsinlər. Ancaq bir şərtlə, sən getməyəcəksən, sən artıq şəhzadəsən. Ona görə də qoy adamlar getsin. İndi bunları burada sarayda qoyaq, sizə kimdən deyim? Sənəmdən. Sənəm bir ay idi, qardaşı getmişdi. Hər gün qardaşını gözləyirdi, gözünü yola tikirdi ki, qardaşı indi gələcək. Bilirdi ki, qardaşı yəqin gələ iş tapmayıb. İş tapan kimi mütləq gəlib, onu da aparacaq. Ona görə də gününü qonşudakı qızla keçirdi. Qız tez-tez gəlirdi bura, bir yerdə oynayırdılar, söhbət eləyirdilər ki, darıxmasın. Və bu arada bir də gördülər ki, yenə qonşunun qızı ilə Sənəm bir yerdə idilər, evdə idilər. Bir də gördülər ki, o daha uzaqdan bir tozanaq gəlir. Bu kimdir, bunlar kimdilər? Baxdılar, gördülər, neçə dənə bərri, bəzəkli atdı, gəldi. Çatdılar, dedilər ki, bizə Sənəm lazımdır. Qız deyir ki, Sənəm mənəm. Deyir ki, bəs sən şəhzadə Sərdarın göndərib bizi. Biz səni saraya aparırıq. Sənəm deyir ki, mən şəhzadə Sərdarı tanımıram. Mənim qardaşım Sərdardır, o şəhzadə deyil.
O cəmaət onu başa salır, əhvalatı başa salırlar ki, bəs belə. İndi o artıq şəhzadədir. Sənəm çox sevinir, ancaq deyir ki, siz indi yox, bir neçə saatdan sonra gələrsiz, mən də sizə gedərəm. İndi mən getməyə hazır deyiləm. Deyirlər, buyur, eyb yoxdur, biz gözləyərik. Sabah səhər tezdəndən biz gəlib səni apararıq. Və atlılar gedir, Sənəm nə edəcəyini bilmir, çox sevinir. Bu arada qonşunun qızı qaçır gedir evlərinə və bütün əhvalatı evdə anasına danışır ki, demə, Sərdar indi artıq şəhzadədir və şahın adamları da gəlib ki, Sənəmi saraya aparsınlar. Hə, indi görək Sənəmin başına nə gəlir? Sənəm axşam qaş qaralanda gətirir, teşti qoyur evin ortasına, bir vedrə də isti su hazırlayır və istəyir ki, elə saçını açır ki, başlasın, yuyunsun, çimsin, səhər tezdən saraya gedəcək axı. Bu vaxtı qapı döyülür və baxır ki, qonşunun arvadıdır. Açır qapını, qonşunun arvadı girir içəri. Hə, Sənəm, eşitdim, sabah sən saraya gedəcəksən. Maşallah, maşallah, deyəsən, taley üzümüzə gülüb. Gəl, mən sənə kömək eləyim, yuyun. Sənəm utanır, deyir ki, yox xala, sağ ol. Mən özüm həmişə tək yuyunmuşam. İndi də tək yuyunacağam. Qadın nə qədər eləyir, Sənəm bunu qoymur, deyir ki, özüm yuyuram. Onda qadın əlindəki vadiyə ilə, qabla vurur Sənəmin başına və Sənəmin ürəyi gedir. Sənəmin ürəyi gedir, tez qadın özü ilə demə, bir at gətiribmiş, dəli at. Qızın tez əlini, ayağını bağlayır, ağzını bağlayır, onu bağlayır, sarıyır atın belinə, ata da bir şallah vurur, at götürülür, gedir. Tez orada ləyəni, teşdi təmizləyir, götürür oradan, qızını gətirir bu evə. Gətirir, qızını geyindirir, otuzdurur ki, otur burada, qalan işlə işin olmasın. Görək Sənəmin başına nə gəlir. Sənəm, at Sənəmi götürür, aparır. Sənəm özündən gedib, heç nədən xəbəri yoxdur, ürəyi gedib Sənəmin. Və at gəlir, düz, nə qədər yol gedir, şəhərin kənarında bir çomanın yanında qızı belindən atır, yenə üz qoyur çöllərə, at qaçır gedir. Bu çomada da demə bir qoca qarı nənə yaşayırmış. Səhər tezdəndən qarı nənə durub namazını qılanda görür ki, qapıdan nəsə bir tappıltı gəldi, at ayağının səsi gəldi. Gəlir, bayıra çıxanda görür ki, yerdə bir dənə mələk kimi qız var. Çox cavan, qəşəng bir qız var. Qız ürəyi gedib, qız özündə deyil. Ancaq bu yazıq qızın əli, qolu, ayaqları bağlıdır, ağzı bağlıdır. Tez qızı götürür qucağına, gətirir evə. Bunun əlini, ayağını açır, üzünə su vurur, əlini, ayağını ovur. Qız Sənəm özünə gəlir, gözünü açır, deyir, mən hardayam, bura haradır? Qarı nənə deyir ki, qorxma qızım, sən təhlükəsiz yerdəsən, rahat yerdəsən, qorxma. Ancaq de görüm, kimsən, nəkisən, sən burada nə gəzirsən? Sənəm deyir, mən bilmirəm, mən burada nə gəzirəm, mən necə gəlib bura çıxmışam, bura haradır? Və deyir, nənəsi deyir ki, nənə deyir, bura şəhərdir, şəhərin qırağında yaşayıram mən. Sən hardan gəlmişsən? Sənəm deyir, nə şəhər, ay nənə, mən filan kənddə yaşayıram. Və başına gələn bütün əhvalatları danışır. Nənə deyir, hə bala, aydındır, aydın məsələdir. Bu sənin paxıl qonşunun işidir. Paxıl qonşun sənin bunu belə eləyib. Eybi yoxdur. Eyb yoxdur, şükür Allaha ki, sağsan, şükür Allaha ki, bura gəlib çıxmısan. Eyb yoxdur, mənim də övladım yoxdur. Mən də həmişə Allahdan deyirdim ki, bir övladım olsun, bir qızım olsun. Eyb yoxdur, indən belə biz nənə, bala bir yerdə yaşayarıq. Sənəm çox sevinir ki, nə yaxşı ki, bu qarı nənəyə yaxşı, mehriban bir qadına, adaya rast gəlib. Və bunlar burada qalırlar. İndi sənə kimdən xəbər verim? Şahın adamlarından. Səhər açılır, şahın adamları yenə dəstəni yığırlar, böyük bir dəstə Sənəm yaşadığı evin qapısına gəlirlər. Bu arada qonşu öz qızına Sənəmin paltarını geyindirir, oturur
Sənəmin evində qız oturur orada və anası deyir ki, çatan kimi Sərdarın boynuna atılarsan, Sərdarın can qardaş, ay qardaş, hardasan, mən səni nə qədər gözləyirdim deyərsən, Sərdarın üzündən, gözündən öpərsən. Nə qədər desələr ki, sən Sənəm deyilsən, elə denən ki, mənim adım Sənəmdir, mən Sənəməm. Bəli, şahın dəstəsi yaxınlaşır, qapını döyürlər, qonşunun qızı açır qapını. Deyirlər ki, Sənəm hanı? Deyir, bəs Sənəm mənəm. Gəlirlər, bunu mindirirlər ata, pəhpəhlə, aparırlar düz saraya. Sarayın darvazası açılır, Şah, Şahbanu, Sərdar hamısı sarayın eyvanından baxırlar. Bəli, atlar dayanır, düşürdürlər, Sənəmi düşürdürlər. Sərdar baxır ki, bu Sənəm deyil, bu qonşunun qızıdır. Nə qədər eləyir, o tərəfə baxır, bu tərəfə baxır. Bəlkə Sənəm başqa atla gətirirlər, bəlkə Sənəm hardadır, nə qədər eləyir. Görür ki, yox, Sənəm yoxdur. Və qız da atdan düşən kimi tez gəlir, atılır Sərdarın boynuna. Can qardaş, can qardaş, səndən ötürü çox darıxmışdım. Canım qardaşım, canım qardaşım. Sərdar qalır, bilmir ki, nə desin, heç nə deyə bilmir. Ancaq Şah da, Şahbanu da görürlər ki, Sərdar heç sevinmədi, Sərdar heç üzü gülmədi. Nəysə, bu yalançı Sənəmə bir otaq ayrılırlar və o sarayda bu otaqda qalır. Həmişə səhər, günorta, şam yeməklərində həmişə tez Sərdarın boynunu qucaqlayır, Sərdarın üzündən öpür. Qardaşım, necəsən, necə yatdın, necə durdun? Sərdar da heç nə demir. Və bir gün Şah da, Şahbanu oturub söhbət eləyəndə Şahın xanımı deyir ki, Şah sağ olsun, heç Sərdar bacısının gəlməyindən sevinmədi. Sərdarın üzü gülmür. Burada nəsə bir sir var. Şah deyir ki, hə, əzizim, gözəl xanım, mən də bunu görürəm, hiss eləyirəm. Ancaq nə sirdir, mən başa düşmürəm. Eyb yoxdur, mən indi elə bir iş tədbir görərəm ki, Sərdarın biraz keyfi açılar. Və əmr eləyir, Sərdarı çağırırlar yanına, Şahın yanına. Şah deyir ki, oğlum, get İlxiyə ən arıq 10 madyanı götür, ən arıq atları götür, apar payla şəhər cəmaatına, bu şəhərin ətrafında kətlərdə adamlara payla, qoy bir ay saxlasınlar, kökətsinlər, onda sonra bir aydan sonra gedib yığarsam. Sərdar baş əyir, deyir, baş üstə. Gedir. Deyir ki, Şahla Şahın arvadı söhbət edirlər ki, bəlkə bu Sərdarın biraz başını qarışdırdı. İndi sizə kimdən deyim? Qoca qarı ilə Sənəmlə. Sənəm qoca qarının, qoca nənənin yanında qalır. Nənə hər gün səhər tezlərindən durur, namazını qılır. O namazını qılana qədər Sənəm onun üçün çay qoyur, yemək qoyur. Onu işə yola salır, evi, eşiyi təmizləyir, gül kimi. Hər işi görür, oturub nənənin gəlməyini gözləyir. Nənə də axşam işdən qaydanda, darvazanı açanda baxır ki, həyət tərtəmiz süpürülüb, sulanıb həyət, vedrələr su ilə dolub, içəri girən kimi təzə dəmlənmiş çayın ətri, yeməyin ətrinə qarışıb, hər yer gül kimidir, ev adamın üzünə gülür. Nənə əllərini açır Allaha, çox şükür Allahım, çox şükür, çox şükür, dualarımı eşitdin, mənə belə bir gözəl qız qismət elədin. Və nənə, bala çox mehriban yaşayırlar. Və bir gün eşidirlər ki, Şahın oğlu cəmaata arıq atları paylayır və bir aydan sonra atları qəbul eləyəcək. Gəlib, axırıncı bir at qalanda, gəlib bu nənənin qapısına çatanda, Şahın nökərləri deyirlər ki, Şəhzadə sağ olsun, burada qoca bir qarı yaşayır, o kasıb adamdır, o bu atı saxlaya bilməyəcək. Sənəmsə bu söhbəti eşidəndə tez nənəyə deyir ki, nənə, get atın birini al, verməsələr də mütləq o atı al gətir.
Nənə gəlir, deyir ki, bala, o bir ətin də birini verin, mən saxlayacağam. Deyirlər, ay Sərdar deyir, ay nənə, sən kasıb adamsan, tək adamsan, sən bu ata baxa bilməzsən. Nənə deyir, bala, mən hamıya vermisən, hamı necə, mən də elə. Sənin nə işvə var? Ver, bir aydan sonra gəl atı apar. Sərdar deyir, verin. Verirlər atı, çox arıq bir atı verirlər və çıxıb gedirlər. Nənə gəlir, deyir, ay qızım, sən dedin, mən də atı aldım. Ancaq axı biz həqiqətən də kasıb adamlarıq. Biz bu ata necə baxacağıq? Bu vaxtı sənəm qulaqlarındakı sırğaları çıxardır. Deyir, nənə, bu sırğalar mənim anamdan mənə yadigar qalıb. Bu sırğalar mənim üçün çox qiymətlidir, çox əzizdir. Sən bunu apar, tanıdığın bir adama ver və tapşır ki, de ki, pulum olan kimi yenə gəlib mən bu sırğaları ondan alacağam. Və bu sırğanın puluna ata lazım olan arpasını, yoncasını, hər şeyi al, gətir. Qalanı ilə işin olmasın. Nənə gəlir, tanış bir zərgərin yanına verir. Zərgər deyir ki, nənə, narahat olma, heç narahat olma. Pulun olan kimi gəl sırğaları apar. Nənə gedir bir aylıq atın yemini alır, üstə gəl, qalan pula da sənəmə bir qəşəng paltar alır və biraz da şirniyyat alır. Gəlir evə, deyir ki, al qızım, bu atın bir aylıq yemi, qalan pula da, bax sənə belə bir gözəl paltar almışam. Bu da biraz şirnidir. Bir çay dəmlə, içək. Paltar sənəmin çox xoşuna gəlir, çox. Axı onun lap çoxdan təzə paltarı olmayıb. Heç vaxt təzə paltar geyindiyi yadına gəlmir. Çox sevinir, paltarı geyinir, qəşəng çay dəmləyir, oturub nənə ilə içirlər. Və o gündən hər gün atı yedirdir və hər gün səhər, axşam ata yem verəndə, su verəndə atın qulağına deyir ki, mən gəlməmiş tövlədən çıxma. Mən olmasam tövlədən çıxma. Mütləq mən gəlim, mən deyim, ondan sonra tövlədən çıx. Bu sözləri həmişə ata yem verəndə, su verəndə atın qulağına deyir. Bəli, bir ay tamam olur, Sərdar gəlir, yenə başlayır atları yığmağa. Növbə gəlir, çatır nənənin qapısına, nökərlərə deyir ki, gedin atı gətirin. Gəlirlər ki, atı götürsünlər, at çıxmır. Nə qədər nökərlər istəyirlər atı tövlədən çıxarsınlar, at çıxmır. Nökərlər gəlib şəhzadəyə deyirlər ki, at tövlədən çıxmır. Onda Sərdar deyir ki, təbii ki, çıxmaz. Yəni ki, at o qədər arıqlayıb ki, daha hərəkəti yoxdur. Deyirlər, yox, şəhzadə sağ olsun, at çox yaxşı kökəlib, çox yaxşı baxıblar. Onda Sərdar fikirləşir ki, burada nəsə bir iş var. Özü atından düşür, girir tövləyə, gəlir, baxır ki, həqiqətən də atı tanımaq olmur. At çox kökəlib, yaxşı olub. Nə qədər istəyir, atı açsın ki, tövlədən çıxarsın, at çıxmır. Bu vaxtı pərdənin dalından, get, köhlən, get. Sənin sahibindən nə etibar gördüm ki, səndən nə etibar görüm, get deyir. Bu sözləri eşidəndə bütün aləm Sərdarın başına dolanır. Sərdar bacısının səsini o dəqiqə tanıyır. O dediyi sözlər də ona çox təsir edir. Əlini atıb pərdəni açır və bacısı Sənəmi görür. Bacı qardaş bir-birini qucaqlayırlar, bir-birinə sarılırlar. Bu nə əhvalatdır, soruşur Sərdar. Nə olub, sən mənə hər şeyi başa sal. Və Sənəm də başına gələn bütün əhvalatı danışır. Sərdar da deyir ki, yaxşı, işin olmasın, sən məni burada gözlə, mən bir neçə saatdan sonra gələcəyəm. Gəlib səni buradan aparacağam. Sənəm deyir ki, mən ancaq bir şərtlə buradan gedərəm ki, mən harda olsam, mənim nənəm də, bax bu qoca nənə, qarı indi mənə doğma nənəm kimidir. Mən harda olsam, nənəm də mənlə olacaq. Sərdar deyir ki, baş üstə. Bəsinə mütləq nənə də bizlə gedəcək deyib yola düşür. Gəlir saraya, baş əyir, hökmdar görür ki, Sərdarın üzü gülür, Sərdarın gözləri gülür. Bilir ki, burada nəsə var. Nə oldu birdən-birə bunun bir aydır?
qaşları düyünlənmiş, üzü gülməyən, bir kəlmə söz danışmayan Sərdarın indi gözləri gülür. Burada nəsə olub. Nə olub oğlum bir başa sal və Sərdar Şaha da, Şahbanuya da bütün əhvalatı başa salır. Deyir. Şahbanu da deyir ki, mən demək istəmirdim, ancaq nökərlərin, qarabaşların bu sarayda yalançı Sənəmin, yəni o qonşunun qızı gəlmişdi də ona axı ev vermişdilər, otaq vermişdilər sarayda. Ondan, o Sənəmdən heç xoşları gəlmir. Bütün nökərlər, qarabaşlar ondan narazıdırlar. O çox kobuddur. Yerli yersiz nökərlərə iş buyurur, qarabaşların üstünə qışqırır. Ona görə mən də ondan şübhələnmişdim ki, Sərdar çox alicənab, mədəni oğlandır. Bunun belə bacısı olmaz. Şahbanu deyir, mən də ondan şübhələnmişdim. Onda şah deyir ki, yaxşı, sən tez əmr eləyirlər, kəcavə hazır olur, dəvəni bəzəyirlər, neçə atlıları düzürlər və cəhcəlalla düz Qarı nənənin evinə yollanır. Başda da, qabaqda da Sərdar özü atın belində gəlir çatır, bacısını da, nənəni də götürüb düz saraya gəlir. Bunlardan qonşunun qızının heç xəbəri olmur. Öz otağında oturub, öz otağında yeyir, içir, özü üçün istirahət eləyir. Heç nədən xəbəri yoxdur. Bir də görürlər ki, bir səs, küy qopdu, bu tərəfdə zurnalar çalınır, nağaralar çalınır, musiqi səsi ətrafı götürüb, hamı yığılıb sarayın qabağına, sarayın həyətinə. Nə olub və qonşunun qızı da şübhələnir. Deyir ki, nə olub, çıxır, nə görsə yaxşıdır. Görür ki, Şəhzadə Sərdar qabaqda atın belində bir dəvə daxil oldu saraya. Dəvəyin üstündə bir bəzəkli, qızıldan bəzənmiş kəcavə var. Kəcavəni endirdilər, oradan Sənəm yanında da bir qoca nənə düşdü. Bunları görəndə qonşunun qızı bilmir neynəsin, hara getsin, neynəsin. Tez onu tuturlar, öz otağına salıb qapını bağlayırlar. Sərdar bacısı ilə bir yerdə çıxırlar yuxarı, şahın yanına. Sənəm də, Sərdar da şaha baş əyirlər, təzim eləyirlər və Sərdar deyir ki, şah sağ olsun, mənim bacım Sənəm budur. Şah da, Şahbanu da Sənəmin alnından öpürlər, deyirlər ki, bax, Sərdarın kimi oğlun, bax, belə bacısı olar. Bax, bu cür gözəl, mərifətli, qanacaqlı bacısı olar. Bəs onda deyir, qonşunun qızını neyniyək, qonşunu nətər eləyək? Şah deyir ki, ona cəza vermək üçün zindana atın. O bizim hamımızı aldadıb, atın onu zindana. Bu vaxtı Sənəm şahın əlindən öpür, deyir ki, Qibləyi aləm, mən çox xahiş edirəm, onu zindana atmayın, onu öz kəndə, öz anasının yanına göndərin. Çünki onun heç bir günahı yoxdur. Bu işləri eləyən hamısı onun anasıdır. Bu vaxtı yenə Şahbanu Sənəmin alnından öpür, deyir ki, bax görürsən, necə alicənab, necə rəhimdil, necə yaxşı qızsan və qonşunun qızına heç nə eləmirlər. Qonşunun qızını da deyirlər ki, göndərirlər getsin kəndə və o gündən Sərdar da, Sənəm də, ikisi də bir yerdə şahın sarayında uzun illər yaşayırlar və bir neçə ildən sonra şah, hökümdar Allahın rəhmətinə qovuşandan sonra Sərdar ölkənin hökümdarı olur və ölkəni çox ədalətlə idarə eləyir. Hamı onu çox sevir. Onlar xoşbəxt yaşayıb dövran sürürlər. Siz də həmişə xoşbəxt yaşayın. Uzun illər siz də dövran sürün, əziz balalar. Nağılımız burada bitdi və göydən düşən bütün almaları nənə hamımıza payladı.
Bəs uşaqlar, nağılımızdan nə nəticə çıxdı? Nağılımızdan o nəticə çıxdı ki, nağılımızın nəticəsi əslində elə nağılımızın adındadır. Paxıl qonşu. Biz gördük ki, bütün nağıl boyu gördük ki, paxıllıq insana yaraşmayan sifətdir. İnsana yaraşmayan yalançı, paxıl, oğru, bunlar hamısı insana yaraşmayan ən pis sifətlərdir, ən pis xüsusiyyətlərdir və onun axırı da həmişə pis qurtarır, pis bitir. Ancaq, mehribanlıq, alicənablıq, rəhimli olmaq, hamıya kömək eləmək, dostlara əl tutmaq, böyüyə hörmət eləmək, qocaların qayğısına qalmaq ən gözəl xüsusiyyətlərdir və belə xüsusiyyətlər insanı həmişə ucaldır. Siz də həmişə ucadan uca olun, əziz balalar. Gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun.